Ona görə də Allah Resulullah sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, İnnəllahi izə əhabbə qavmən ibtəlahum. Allah subhanahu wa ta'ala əgər bir qövmü sevərsə, bir toplumu sevərsə, onları imtihana çəkər. Fəmən radiyə fələhu rida və mən səxitə fələhu suxt. Kim razı qalarsa Allahın ona razılığı, kim qəzəblənərsə Allahın ona qəzəbi tutar. Sonra isə əziz qardaşlar, ümumiyyətlə insan bilməlidir ki, başdan gələn müsibət zamanı insan nə qədər kədərlənir, kədərlənsin, həmçində nə qədər sıxıntı çəksə də belə, sonunda yenə də istər istəməz insan səbr eləməyə artıq məhkumdur. Hər bir insanın sonu bundan ibarətdir. Sən nə qədər, yəni 50 il, 60 il onsuz da ki, bu belə insan yaşamalı deyil. Yaşaya da bilməz, məcbur görürsən ki, artıq buna görə səbr eləyir. İnsan bilməli ki, insan buna görə nə təriflənir, nə də savab qazanmır. Əksinə, savab qazanan insan, təriflənən insan nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem əs-sabru ində sadmətul ulə. Səbir ilk zərbədədir, ilk andadır. Əgər sən səbr eləsən, inşallah ki, sən tərifə layiq bəndəsən və həmçinin mükafata layiq olan bir insansın. Ona görə də hikmətli insanlar deyir ki, deməli, cahil insan, hansı ki onun başına müsibət gəlir, cahil insan, ağıllı insanın etdiyi hərəkəti günlər sonra edir. Hansı ki, ağıllı insan ilk anda səbirli olur, lakin cahil isə bir həftə sonra, 10 gün sonra, 20 gün sonra və yaxud aylar sonra səbirli olur. Yəni, insan əgər başına bir müsibət gələrsə, qəzəblənməməli, əksinə səbirli olmalıdır. Əgər insan iddia eləsə ki, mən Allahı sevirəm və lakin başına müsibət gələnə qəzəblənirsə, deməli, bu insan özü öz nəfsinə yalançılıqla şahidçi durmuş olub. Yəni, artıq, bu insan deməli yalancı insandır və sevgisində yalancı birisidir ki, iddia edir ki, mən Allahı sevirəm, lakin başına müsibət gəldiyi zaman bir an belə dura bilmir. Ona görə də alimlər buyurur ki, Allah deyir, sevir ki, bir şey hökm verdiyi zaman insan o hökmdən razı qalsın. Allah səndən bunu istəyir ki, sənin başına müsibət gələndə sən Allahın hökmündən razı qalmalısan və həmçinin səbirli olmağa çalışmalısan. Həmçinin də Əmran ibn Hüseynlə gəlir ki, deməli, buyurur ki, onadır sevimli olan mənə də sevimlidir. Deməli, Allah subhanahu wa ta'ala bunu mənim üçün istəyibsə, deməli, bunda bir xeyir var. Ona görə insan bu məsələlərdə diqqətli olmağa çalışmalıdır. Və bunu da ancaq Allahın sevimli qulları bu şeyi gerçəkləşdirə bilir. Hansı ki, onların başına müsibət gələn, onlar ilk anda səbirli olmağa çalışırlar və Allahı razı salmağa çalışırlar.